Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Xoşqədəm Hidayət qızı sosial media hesabında paylaşım edib. Xəbər verilir ki, aparıcı yas mərasimlərində söz-söhbət yaradan şəxsləri qınayıb. Yas məclislərində yas sahiblərindən küsənlərlə əlaqəni tamam kəsmək lazımdır deyə Xoşqədəm bildirib. Xatırladaq ki, bir müddət əvvəl müğənni rəqqasanə İsmailova həbsdə olan zaman aparıcının onun ailəsilə maraqlanmadığını deyərək incidiyini açıqlayıb. Xoşqədəm isə ifaçının bu sözlərə rəqqasanə "Sən mənim atam anamın yasına gəldin, apreldə anamı itirdim, sonra atama özü gələ bilmirdi. Burada qohumu qızı var idi, gələrdi" deyə rəqs vermişdi. Qeyd edək ki, Xoşqədəm hər iki valideynini itirib.